Şəkər xəstəliyi haqqında bildiklərimiz nə dərəcədə doğrudur? Şəkər xəstələri heç şəkər yeyə bilməz. Yanlış ifadədir. Günün müəyyən vaxtında porsiyalarına uyğun olaraq az miqdarda şəkər istifadə edə bilərlər. Şəkər xəstəliyi yalnız yaşlılara aid olan bir xəstəlikdir. Xeyr, həm yaşlılarda, həm uşaqlarda, həm də cavan yaşlarda müşahidə oluna bilər. Su və çoxlu çay içmək şəkəri salır. Bəli, bu tamamilə doğrudur. Çünki bəzi hallarda az su istifadə edən insanlar və yaxud da hər hansı bir susuzluğa gətirib çıxardan xəstəliklər, misal üçün diareya, bu zaman şəkərin miqdarı artır qanda. Şirin meyvələrdən imtina etmək lazımdır. Xeyr, tamamilə yanlış ifadədir. Müəyyən şirin meyvələr istifadə oluna bilər. Günün rejimindən, vaxtından və porsiyadan asılı olaraq istifadə etmək mümkündür. Ayağımda və ya bədənimdə olan yaralar gec sağalır. Bu ancaq şəkərin əlamətidir. Bəli, bu artıq şəkərli diabetə bir başlanğıc əlamətidir və yaxud da şəkərli diabet zamanı yaraların, ayaqda sızanaqların gec sağalması və yaxud da əmələ gəlməsi müşahidə olunur.